Növbəti fe'li müzakirə edək. Spать fe'li. Keçmiş zamanda necə deyəcəksiniz? Mən yatırdım. Ya spal və yaxud spala. Hal-hazırda əgər bu proses baş verirsə, siz deyəcəksiniz ya splю. Gələcək zamanda ya budu spать. Mən yatacağam. Məsələn, gəlin cümlələr quraq. Sən zəng edəndə mən yatırdım. Когда ты звонил və yaxud звонила, ya spal və yaxud spala. O yatır, zəng eləmə. Он və yaxud она спит, не звони. O vaxt mən yatacağam. Siz qrafikinizi gözəl bilirsiniz. Nə vaxt yatırsınız, nə vaxt oyanırsınız. Ona görə rahat deyə bilərsiniz. В это время я буду спать. O saatda mən yatacağam. В это время я буду спать. Amma onu da qeyd edim ki, sadəcə bundan bitmir. Spать fe'li bundan bitmir. Ümumiyyətlə yatmaqdır, oyanmaqdır, oyatmaqdır və s. və ilaxır. Bunların hamısı mənim danışıq kitabımda var. Siz də o kitabı əldə edərək rahat bu cümlələri istifadə edə bilərsiniz. Gündəlik həyatımızda istəsəydi, istəməsəydi lazım olur. Bundan əlavə mənim bağlı Telegram kanalımda sadəcə o kanala mütləq şəkildə keçid edin. Əgər bütün fe'llərdən faydalanmaq istəyirsinizsə, hansı zamanda istifadə edir, şəkilçilər necədir, hansı cümlələrdə istifadə etmək, hamısını çox rahat şəkildə onları qeyd edirəm. Amma bağlı Telegram kanalıma. Fərdi şəkildə məşğul olaraq tez bir zamanda rus dilində danışmaq istəyirsinizsə, bunların hər biri üçün sadəcə WhatsApp nömrəmə yazmanız kifayət edir. Ətraflı məlumat isə aşağıda şərh bölməsində vermişəm.